Davud əleyhissalama Allah Teala buyurur ki, ey Davud, Loğman cəmaatı moizə edəcəksən də, cəmaatın içərisində oturub Loğmanın moizəsinə qulaq asarsan. Həzrəti Davud cəmaata xəbər verir ki, ey cəmaat, bizim məmləkətə Loğman gələcək. Loğman hikmətli bir şəxsdir. Loğmanı təfsir eləyirdi. Loğman bu cür insandır, bu cür insandır. Cəmaat Loğmanı qarşılamaq üçün çıxır yolun kənarına ki, Loğman gələndə Loğmanı qarşılasınlar. Görürlər, bir nəfər xurcun çiynində gəlir. Soruşurlar ki, sən Loğmanı görməmisən ki? Bir Loğman mənə. Yox, belə Loğman olmaz. Bizə Davud Peyğəmbər deyib ki, Loğman gələcək, Loğman gərək bir cah-cəlalla gəlsin, yanında bir 5-10 nəfərlə gəlsin. Özünüz bilin, gözləyirsinizsə Loğmanı gözləyin, amma ki, Loğman mənə. Davud Peyğəmbəri tapır Loğman, Davud əleyhissalam cəmaatı çağırır ki, gəlin, Loğman gəlib. Siz daha Loğmanı gözləməyin. Loğman elə bu adamdır. Ona görə Allah Teala ayədə buyurur ki, Allah istədiyi kəsə hikməti bəxş edir. Yəni, Loğmanın zahiri, görkəmi o qədər gözəl deyildi. Loğman qarı idi, zənci idi. Loğmana dedilər ki, Loğman bizə hikmətdən danış. Loğman, hikmət nədir? Loğman dedi, hikmət budur ki, həm zahir var, həm batin var. Dedi, mənim qara dərimdən sizin ağ dərinizə gəlsə, bu sizin üçün xaldır. Sizin ağ dərinizdən mənim qara dərimə gəlsə, bu mənim üçün ləkədir. Dedilər, bu sözün zahiri, bəs batini nədir? Dedi, batini budur ki, sizin məndən öyrəndiyiniz hər bir şey, məndən sizə gələn hər bir şey sizin üçün zinətdir, sizin üçün elmdir, amma sizdən gələn isə cəhalət mənim üçün ləkədir. Loğman neçə dənə nəsihət edib, onun nəsihətini Allah Teala Quran-ı Kərimdə ayədə qərar verir. Loğmanın nəsihətini Allah Teala Quran-ı Kərimdə ayədə qərar verir. Özü də çox şirin bir nəsihətlə deyir. Buyurur ki, yə bunəyyə, ey əziz oğlum. Yəni, bu elə özü hikmətin bir əsasıdır da, bir nəfərə əgər söz demək istəyirsənsə, gərək onu necə deyəsən? Şirin-şirin deyəsən ki, o sənin sözünü qəbul edesin. Yox, əgər ona acı-acı desən, o sənin sözünü qəbul etməyəcək. İmam Həsənlə İmam Hüseyn əleyhissalamın uşaq